təqdim edib. Sonradan biz bu əmrəni görmədik. Digər sualım ondan ibarətdir ki, sosial şəbəkələr, sənin sosial şəbəkə hesablarında görür ki, daha çox ət yeməklərini üstünlük verirsən. Demək olar ki, yəni yeməkdən zövq alırsan belə deyək. Demək olar ki, ümumiyyətlə pəhriz saxlamaq sənin üçün döyüşdən daha çətindir. Первый вопрос заключается в том, что в ранних поединках вы всегда выходили с папахой, которая была подарена Акшиным Бабаевым. Однако эту традицию вы затем оставили. Вы не увидели этого. Конечно. Для любого азербайджанца сражаться легче, чем быть голодным, я думаю. По поводу папахи, к сожалению, в последнем бою я ее забыл дома. Да, из-за того, что я забыл дома ее и уехал в Австралию, а в Австралии папаху не найдешь уже. Вот. Ну, как-то вот эта суета вся, когда выезжаешь на бой, и во всей этой суете как-то забыл дома папаху. Ну вот, и вот так вот вышло. А так я не оставлял это папаха со мной. Вот. Это подарок моего хорошего брата Акшина. И плюс это моя идентичность, моя история, мои корни. Bəli, hər Qafqazlı üçün olduğu kimi mənsəbi ki, bəhriz tutmaq savaşdan, döyüşdən daha çətin olur. Papağa gəldikdə isə bir dəfə mən Avstraliyaya gedəndə onu təsadüfən unutdum. Orada isə heç başqa bir papaq tapa bilmədim. Amma bu papaq həmişə yanımdadır. Mənim yaxın, əziz bildiyim dostum tərəfindən, Akşin tərəfindən mənə hədiyyə edilibdir və bu papaq mənim üçün bir enerjidir, bir kimlikdir. Yani çok vacipti benim için.